Salam uşaqlar. Bugünkü testimiz 8-ci sinif iş dəftərindən tam mexaniki enerji. Sual 1-də deyir. Kütləsi 2 kiloqram olan cisim yer səthindən şaqlı istiqamətdə yuxarı atılır. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Atıldığı anda cismin kinetik enerjisi nəyə bərabərdir? Atıldığı anda bilirik ki, bax, yer səthindədir. Deməli, potensial enerjimiz 0, lakin kinetik enerjimiz var və buradakı kinetik enerjimizdə mv kvadratı bölünsün 2-dən taparıq. Kütləmizi 2 kiloqram, sürətimizi verib 20 kvadratı 400 bölünsün 2. 2-lər gedir. Deməli, 400 joula bərabərdir. Atılan andakı enerji nəyə bərabərdir? 400 joula. Cisim yerə nəzərən maksimal potensial enerjisi nəyə bərabərdir? Maksimal potensial enerji də 400 joula bərabərdir. Hardan bilirəm? Dedik ki, yerdən atılan bir cismin potensial enerjisi 0 və kinetik enerjisi də dedik 400 jouldur. Və biz bilirik ki, cismin tam enerjisi potensial və kinetikin cəminə bərabərdir. Bu da eləyir 400 joule. Və bu cisim qalxır müəyyən hündürlüyə. Bax, müəyyən hündürlüyə qalxıb dayanır, sonra düşür. Dayanır, yəni bunun buradakı sürəti 0-a bərabər olur. Sürəti 0-a bərabər olursa, yuxarıda ən maksimum qalxma hündürlükdə bunun elə kinetiki də 0-a bərabər olur. Biz də dedik ki, tam enerji kinetiklə potensialın cəminə bərabərdir. Biz kinetiki yuxarıda 0 deyiriksə, bu tam enerjini də 400 tapmışıqsa, bu zaman elə potensial enerji də 400 joula bərabər olur. Digər tərəfdən isə biz maksimal qalxma hündürlüyünü tapıb oradan potensial enerjini də tapa bilərik. Maksimal qalxma hündürlüyünün düsturuna nəzər yetirək. H bərabərdir və 0 kvadratı bölünsün 2J'dən taparıq. 20 ilə atılar kvadratı 400 bölünsün 2 vurulsun J'miz də 10. Bu dedir 20 metr maksimum hündürlüyə qalxıb və potensial enerjimiz də bu zaman mgh-dan kütləmiz 2 kiloqram, sərbəst düşmə təcilimiz 10, hündürlüyümüzü də tapdıq 20 metr maksimum hündürlüyə qalxır. Deməli, cavabımız yenə 400 joula bərabərdir. Yəni, bunu hesablamadan da bilməliyik ki, atılan andakı cismin enerjisi ən maksimumdakı potensial enerjisinə bərabərdir. Və bunlar da özlüyündə tam enerjiyə bərabərdir. Bax, deyir, tam enerji nəyə bərabərdir? Yenə tam enerji 400 joula bərabərdir. Deyə bilmərik ki, buradakı kinetik enerji 400-dür, yuxarıdakı potensial da 400-dür. Deməli, 800, xeyr. Biz bilirik ki, tam enerji potensialla kinetikin cəmidir. Biri birində 0, digəri 400 idi. Sonra yerləri dəyişib. Yəni, ümumilikdə tam mexaniki enerji 400 joula bərabərdir. Yəni, bu C-nin də cavabı 400 jouldur. D variantına baxaq. Havanın müqaviməti nəzərə alınsaydı, hərəkət müddətinə cismin mexaniki enerjisi necə dəyişərdi? Bu cisim yuxarı doğru atılıbsa, yəni sürəti yuxarıdırsa, bu zaman müqavimət qüvvəsi aşağı olardı. Yenə deyirəm, tam mexaniki enerji potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Əgər bir cismə müqavimət qüvvəsi təsir göstərirsə, o bayaq 20 metr hündürlüyə qalxırdısa, indi qalxar 15 metr hündürlüyə. Yəni, bunun maksimal qalxma hündürlüyü azalar. Bu zaman bunun potensial enerjisi də azalar. Bunun maksimal qalxma hündürlüyü azalırsa, bunun sürəti də deməli azalar. Və nəhayətində bunun tam mexaniki enerjisi azalmış olar. Nə zaman müqavimət qüvvəsi nəzərə alınsaydı. Müqavimət qüvvəsi nəzərə alınmasa, bizim tam mexaniki enerjimiz dəyişmir. İkinci suala baxaq. Kütləsi 3 kiloqram olan cisim 60 metr hündürlükdən sərbəst buraxılır. Cismin yerə çatan andakı sürətini tapın. İki yolla tapa bilərik. Yerə dəyən andakı sürəti. Bir H bərabərdir V kvadratı bölünsün 2J'dən tapaq. Biz sürəti soruşur. Sürət bərabərdir kök altda 2GH. Oradan da bərabərdir 2 vurulsun 10. Hündürlüyümüz də 60 metr. Bu edir kök altda 1200. Buradan da kök çıxar 10. Kök altda 12. Digər tərəfdən isə nə edir bizə? Biz taparıq maksimal deməli tam enerjini taparıq. Buradakı tam enerjini taparıq.
Çünki 60 metr hündürlükdən sərbəst buraxılır. Buradakı kinetikimiz 0. O zaman bizim tam enerjimiz elə potensial enerjiyə bərabər olar. Tam enerjimiz potensial enerjiyə bərabər olar və burada mg h-a bərabər olar. Kütləmiz 3 kiloqram, sərbəst düşmə təcilimiz 10, hündürlüyümüz də 60 metr. Edir 1800 joule. Sonra yerə dəyən andakı dedik, buradakı potensial enerji yerə dəyən andakı kinetik enerjiyə çevrilir. Yəni kinetik enerji də 1800 joule olur. Və kinetik enerjinin düsturu mv kvadratı bölünsün 2. Yazıram onda. 1800 çarpaz bıraq. Vurulsun 2 bərabərdir. M'imizin yerinə 3 v kvadrat. 3 ilə 1800 gedir 600. Buradan da alıram ki v kvadratı bərabərdir 1200'ə. Az öncə aldığımız kimi v də bərabərdir 10 kökdə 12. Metr bölünsün saniyə sürətində vahidi. Keçdik 3-cü sualımıza. Necə topu əlində sərbəst buraxır və top aşağıya doğru hərəkət edir. Havanın müqaviməti nəzərə alınmır. Bax, sərbəst buraxır o deməkdir ki, yəni ki, başlanğıc sürəti bunun 0-a bərabərdir. Başlanğıc sürəti 0-dırsa, deməli bunun buradakı kinetik enerjisi də 0-a bərabərdir. A-da nə deyir? Topun hərəkət müddətində hansı qüvvə onun üzərində iş görür? Yalnızca müqavimət qüvvəsi nəzərə alınmadığından yalnızca ağırlıq qüvvəsinin işi görür. Ağırlıq qüvvəsinin işi F bərabərdir. F ağırlıq vurulsun yer dəyişmə. İş müsbət və yaxud da mənfi olduğunu hardan bilirik? Qüvvə və yer dəyişmə əgər eyni istiqamətədirsə, bu zaman müsbət iş görür. Yox, əks istiqamətdədirsə, bu zaman mənfi iş görər. Baxırıq, bu cisim aşağıya doğru hərəkət edir. Yer dəyişməsi aşağı və qüvvə də aşağıdır. Deməli, bu müsbət iş görmüş olur. Nə? Ağırlıq qüvvəsinin işi. İkinci suala, yəni B-yə baxırıq. Top hərəkət edərkən hansı enerji çevrilmələri olur? İlk öncə buradakı kinetik 0 etsə, deməli, hündürlüyü var, müəyyən bir hündürlükdən atırsa, bunun bir potensial enerjisi var və bu potensial enerji yerə dəyəndə hansı enerjiyə çevrilir? Kinetik enerjiyə çevrilir. Potensialdan kinetikə çevrilmiş olur. Səsimə görə üzrü hesab edin. Hələ düzəlməyib səsim. Deməli, keçdik C-yə. Top düşərkən yolun yarısına çatdıqda onun potensial enerjisinin kinetik enerjisinə nisbəti. Nisbəti 1-ə bərabərdir, amma hardan bilirim? Biraz aşağı indirim. Bir top yerə müəyyən hündürlükdən bir dəqiqə top yerə dəydi, yox, yolun yarısında. Müəyyən bir hündürlüyə biz h desək, bunun yarısı olur h bölünsün 2. Biz müəyyən hündürlükdə bunun tam enerjisi, dedik potensial enerjiyə bərabər. O da olur mgh. Bəs buradakı yolun yarısındakı potensial enerji nəyə bərabər olur? Olur mg h bölünsün 2. Burada həm bunun bir sürəti var, həm də müəyyən hündürlüyü var. Deməli, bunun bir kinetik enerjisi var. Kinetik enerjidə tam enerji çıxılsın potensial enerjidir. Tam enerjimizi tapdıq mgh. Həmin hündürlükdəki, yəni yolun yarısına qədər də potensial enerjisi mgh bölünsün 2 idi. Bu da verir mgh bölünsün 2. Biz nə aldıq? Bunu qırmızı ilə baxaq. Potensial enerji də həmin yolun yarısında mgh bölünsün 2-dir və tam kinetik enerjimiz də mgh bölünsün 2-dir. Bu zaman bunun nisbəti nəyə verir? Bunun nisbəti bizə 1-i vermiş olur. Yəni, hər ikisi də eyni alındığına görə nisbət 1-ə bərabər olar. D-yə baxaq nə deyir D-də? Yerə dəydiyi anda topun kinetik enerjisi onun sərbəst buraxılan andakı potensial enerjisindən böyük ola bilərmi? Dedik ki, yerə dəyən andakı kinetik enerjisi atılan andakı potensial enerjisinə bərabərdir. Yəni, böyük və yaxud da kiçik ola bilməz. Çünki bizə şərtdə deyildi ki,
havanın müqavimət qüvvəsi nəzərə alınmır. Nəzərə alınmadığına görə, yəni böyük ola bilməz. Axırıncı suala baxırıq. Hansı halda topun yerə dəyən andakı kinetik enerji sərbəst buraxılıdakı potensial enerjisinə bərabərdir? Hansı halda dedik? Havanın müqaviməti nəzərə alınmadığı halda. Hansı halda daha azdır? Hansı halda daha az olar? Havanın müqavimət qüvvəsi qəbul olunsaydı, yəni havanın müqavimət qüvvəsi nəzərə alınsaydı, bu zaman az ola bilərdi. 4-cü suala baxaq. Cisim yer səthindən şaquli istiqamətdə yuxarı doğru atılır. Yer səthinin hansı hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olur. Bu cisim müəyyən hündürlük atılır, müəyyən sürətlə atılır və müəyyən nöqtəyə çatır, dayanır və yenidən düşür aşağı. Burada dayanıb düşür. Deməli, bunun buradakı sürəti 0-a bərabər olur. Və hansı hündürlükdür bilmirəm. O hündürlükdə deyir ki, bizim hansı hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olar. Bizim maksimum hündürlüyümüzü gəlin tapaq. H bərabərdir. Dedik ki, maksimum hündürlüyümüz, yəni mən niyə hündürlüyü tapmaq istəyirəm? Yuxarıdakı bizim potensial enerjini tapmaq istəyirəm. V kvadratı bölünsün 2J. Deməli, 30 ilə atılıb, onda kvadratı olur 9, bölünsün, J'miz də 10 olduğuna 20. Bu da eləyər, sıfırlar gedər, 45 metr. Bu zaman bizim maksimum potensial enerjimiz MGH-dan olur. M-imizi verməyib, sadəcə olaraq M olaraq yazaram. H-ımız 45, J'miz 10. Olur 450 M. Belə də saxlayıram. Və bizim müəyyən hündürlükdə deyir ki, potensial enerjimiz, kinetik enerjimiz potensialdan 4 dəfə böyük olsun. Və biz də bilirik ki, tam enerji potensial ilə kinetikin cəminə bərabərdir. Biz kinetikin yerinə 4 potensial yazsaq, və gəlin pozun belə yazıb. Bax, bu kinetikin yerinə 4 potensial yazsam nə alır? 5 potensial enerji. Biz tam enerjini neçə aldıq? 450 M. Yazıram 450 M bərabərdir. 5 MGH və H burada uşaqlar, bax buradakı H-dan söhbət gedir. 5 M J'miz 10 H. M'lər hər tərəfdən ixtisar gedir. 5 sıfırlarda gedər və buradan beləliklə 5 H bərabərdir 45-ə. Bu zaman H da bərabərdir 9 metr. Deməli 9 metr yüksəklikdə bunun kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olur. 5-ci suala baxaq. Yer səthindən 200 metr hündürlükdə uçan 10 ton kütləli təyyarənin sürəti 360 km bölünsün saat olarsa, onun tam mexanik enerjisini tapın. Yəni, eyni zamanda həm müəyyən bir hündürlüyü var, həm də sürəti var. Yəni, bunun tam enerjisi potensial kinetikin cəminə bərabərdir. Potensial enerji üzərinə gəlsin kinetik enerji. Ayrı-ayrılıqda tapaq toplayaq. Potensial enerjimiz, o dedik MGH-dır. Kütləmiz neçə verib bizə? 10 ton. 10 kilograma çevirək ton. Vurulsun J'miz 10 və hündürlüyümüz də 200. 200. Bu da eləyər. Neçə dənə sıfır eləyər? 1, 2, 3, 4, 5, 6, 7. 2 vurulsun 10 üstü 7 joule. Sonra kinetik enerjimiz mv kvadratı bölünsün 2 bərabərdir. Yenə kütləmiz 10. Mən kütləmizi neçə sıfır yazmışam? 3 düz yazmışam. 1, 2, 3 kilograma çevirdim. Sürətimiz 36 kilometr bölünsün saatı. Bax, burada yazıram. 360 daha doğrusu. 18-də 5'ə vuraq. Eləyər 100. 18-də 5'ə vurmaq üçün dedik, yəni metr bölünsün saniyə çevirmək üçün.
100'ün kvadratı 2 dənə ilə 100 yazıram. 100 bölünsün 2. Bu gedir. Bundan bu gedir. Bu da qalar 50. Yenə neçə dənə 0 var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Bərabərdir. 5 vurulsun 10 üstü 7 joule. Bu zaman tam enerjimiz nəyə bərabər olar? Tam enerjidə hər ikisinin cəminə, yəni 2 vurulsun 10 üstü 7 üzərinə gəlsin. 5 vurulsun 10 üstü 7. Bu dedir. 7 vurulsun 10 üstü 7 joule və yaxud da 70 10 üstü 6 mega deməkdir. Mega joule. Bax, ən sonunda 70 mega joule bərabər olar. Baxaq 6-cı suala. Şəkildə oyuncaq tapancadan atəş açıldıqda hansı enerji çevrilmələri baş verir? Cavabımızı əsaslandırın. Baxırıq ki, burada bir yay var və yayın da bilirik ki, potensial enerjiyə malik olur. Hansı enerji idi bu yayın potensial enerji? Kx kvadratı bölünsün 2. Və bu hərəkət edən zaman, yəni buradakı potensial enerji nəyə çevrilir? Hərəkət edir. Top müəyyən bir sürət alır. Deməli, kinetik enerjiyə çevrilir. Bunu atan zaman, çəkən zaman müəyyən bir səs gəlir. Səs enerjisinə çevrilir. Və eyni zamanda top hərəkət edirsə, müəyyən bir hava ilə sürtünməsi nəticəsində az da olsa bir istilik yaranır və istilik enerjisinə çevrilir. İstilik enerjisinə. Deməli, potensial enerji kinetikə, səs enerjisinə və istilik enerjisinə çevrilmiş olur. Nicat liftə minir və yuxarı mərtəbələrdən birinin düyməsini sıxır. Lift yuxarı doğru bərabər yeyinləşən hərəkət edir. Buna diqqət yetirək, bərabər sürətli yox, yeyinləşən hərəkət edir. Bu zaman aşağıdakılardan hansı baş verir? Yeyinləşən o deməkdir ki, bunun sürəti get-gedə artır. Bir cismin sürəti get-gedə artırsa, bunun kinetik enerjisi artır. Çünki sürət artır. Bunun kinetik enerjisi artar və müəyyən sürətimiz daha çoxdursa, bu daha çox hündürlüyə qalxar. Yəni bunun potensial enerjisi artmış olar. Və nəhayətində tam enerji dedik nəyə bərabərdir? Potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Bizim kinetikimiz də artdı, potensialımız da artdı və beləliklə cəm artdığından elə bizim tam mexanik enerjimiz də artmış olar. Yəni burada bərabər yeyinləşən sözü bizim işimizi dəyişdi. Biz deyirdik ki, həmişə tam mexanik enerji dəyişmir. Lakin bərabər yeyinləşən hal baş verdikdə potensialla kinetik artdığından elə bizim tam mexanik enerjimiz də artmış olur. Bitdi. Gəldi ümumiləşdirici tapşırıqlara. Görək nə deyir ümumiləşdirici. Azər qırmızı kitablardan birini rəfin aşağı gözündən yuxarı gözünə qoyur. Azər bu zaman iş görürmü? Cavabınızı əsaslandırın. İş görmək üçün iş qüvvə ilə yerdəyişmənin hasilinə bərabərdir. Bu bir müəyyən qüvvə tətbiq edir, aşağıdakı kitabı yuxarıya doğru qoyur. Yəni müəyyən bir yerdəyişmə icra edir və müəyyən bir qüvvə ilə. Bəli, iş görür. B-yə baxaq. Yuxarı rəfə qoyulan kitabın potensial enerjisi necə dəyişir? Əvvəl aşağıdaydı. Yer səthini qəbul etsək, potensial enerjisi 0 və yaxud da yox dərəcəsində, yuxarı qalxdığından müəyyən bir hündürlük artdığından, potensial enerji də hündürlüklə düz asılı olduğundan, deməli bizim potensial enerjimiz də artmış oldu. Azər kitabı yuxarı qaldırdıqda müddətdə havanın müqavimət qüvvəsinin gördüyü işin işarəsini. Bu kitab yuxarı qalxır. Buranı biraz. Kitab yuxarıya doğru hərəkət edir. Müqavimət qüvvəsi isə aşağıya doğru hərəkət edir. Müqavimət qüvvəsinin işi, bax bura müqavimət yazım. Müqavimət qüvvəsinin işinin müsbət və ya mənfi olduğunu dedik ki, nə zaman bilərik?
hərəkətin əksinə yönəlib. Mənim kitabım yuxarıya gedir, amma qüvvəm aşağıya gedir. Deməli, mənim müqavimət qüvvəmin gördüyü iş sıfıra bərabər olar. İkinci suala baxaq. Cismə şəkildəki kimi 3 qüvvə təsir edir. Cismə şəkildəki kimi 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin 2 metr yolda gördüyü işi tapın. İlk öncə əvəzləyici qüvvəni tapmalıyıq. Amma biz diqqət eləməliyik ki, burada 2 qüvvəsi ilə 3 qüvvəsi eyni tərəfdə olmasına baxmayaraq, bunlar bu cismi fərqli istiqamətə yönəldir. Yəni biz qüvvənin işarəsinə baxmalıyıq, istiqamətinə baxmalıyıq. Bax, F2 qüvvəsi də sağa, F1 qüvvəsi də sağa yönəldir. Deməli, biz əvəzləyici qüvvəni tapan zaman eyni olanları toplamalıyıq biz. Eyni olanları. Yazıram F1 qüvvəsi üzərinə gəlsin F2 qüvvəsi və bunların cəmindən əks olanı, yəni F3 qüvvəsini çıxmalıyam. 25 və 10 eləyir 35. 35-dən də 6 çıxanda əvəzləyici qüvvə 29 Newtona bərabərdir. Və bu zaman işi deyir, əvəzləyici qüvvənin gördüyü iş yer dəyişmə üzərində. Əvəzləyici qüvvə 29 vurulsun 2, bu dedir 58 joule edər. Üçüncü suala baxaq. Üfüqi səthdə hərəkət edən avtomobilin dartı qüvvəsi 3 dəfə artırılır. Uşaqlar, bu sualda nəsə yəni şərtdə nəsə çatışmamazlıq var. Yəni burada bir gücü sabit verməlidir və yaxud da gücü sabit vermirsə, mən bunu yəni dinamikanın qanunlarına mı görə həll etməliyəm, yoxsa iş gücə görə mi həll etməliyəm? Bu sual yəni müəmmalı sual deyək də, tam doğru verilməmiş sual deyək buna. Nə deyir bizə? Sürəti necə dəyişir? Bax, güc düsturundan sürəti bilirik ki, qüvvə vurulsun sürətdir. Amma biz bunu istifadə etmək üçün mütləq ki, bizə maşının gücünü sabit verməli idi. Əgər bu şərtlə gedəriksə, gücümüz sabitdirsə, bu zaman qüvvə ilə sürət bir-biri ilə tərs aslı olur. Sürəti 3 dəfə artırdıqda, qüvvəni 3 dəfə artırdıqda, o zaman sürət azalmış olur. 3 dəfə azalmış olur. Və beləliklə kinetik enerji sürət azaldığından kinetik enerji də mv kvadratı bölünsün 2 olduğundan, əgər sürətim azalırsa, mənim kinetik enerjim də azalmış olur. Potensial enerjisi heç vaxt dəyişmir. Niyə? Üfüqi səthdir. Yəni bir üfüqi səthdir, araba hərəkət edir. Yəni yer səthindən hündürlüyü dəyişmir. Hündürlüyü dəyişmirsə, potensial enerjisi dəyişməz. Axı dedik potensial enerji mgh-dır. Maşının kütləsi dəyişmir, sərbəst düşmə dəyişmir. Yerdən olan hündürlük dəyişmirsə, deməli potensial enerjimiz dəyişmir. Bir də deyirəm, əgər güc sabit verərsə, yox əgər güc sabit vermirsə, Newtonun ikinci qanunundan istifadə edəriksə, biz Newtonun ikinci qanununda nə dedik? Dedik ki, F bərabərdir ma-ya. Biz nə deyir? Deyir, qüvvəni 3 dəfə artır. Qüvvəni 3 dəfə artırıramsa, deməli mənim təcillim də 3 dəfə artar. Təcil də sürət dəyişməsinin zamana nisbəti olduğundan, deməli mənim sürət dəyişməsim də artar. Bu zaman sürəti necə dəyişər? Sürəti artar. Sürəti artarsa, deməli mənim elə kinetik enerjim də artar. Yəni iki yolla baxmaq olur. Yəni şərtdə bizə bir ipucu verməli idi. Güc mü sabitmi? Nəsə belə bir şərtdə əksiklik var. İki yolla da dedim. Yəni Newtonun ikinci qanunlarında iş və gücü nəzərə alsaq da. Yəni bundan sonra baxıram ki, gücü veribsə, deməli elə birinci daha uyğun olar. Gəldik 4-cü sualımıza. 4-cü sualda deyir. Gücü 200 at gücü dartı qüvvəsi, gücü 200 at gücü və dartı qüvvəsi 7,36 kilonewtonun avtomobilin kinetik enerjisini hesablayın. Avtomobilin kütləsi 2000 kiloqramdır. Baxaq. Kinetik enerjisini hesablayın. Bizə gücü verib və qüvvəni verib. Biz bilirik ki, güc P hərfi ilə yox, N hərfi ilə işarə eləyək.
Çünki kitablarımızda endi. N bərabərdir qüvvə vurulsun sürət. Bizə burada 200 at gücü verib. Bir at gücümüz də 736 vata bərabərdir. Yazım burada. Bir at gücü 736 vata bərabərdir. Yəni bunu çevirməliyəm. Biz buradan sürəti tapaq. Sürət bərabərdir güc bölünsün qüvvə. Gücümüz dedik 200 vurulsun 736 yazmalıyam. 36 bölünsün qüvvəmiz də 7 tam %36 kilo 10 üstü 3 deməkdir. Vurulsun 10 üstü 3. Baxaq nəyə? Bax, burada vergüldən azad eləyək. Burada qalır bu. İkisi gedir. 1 sıfırla da bu 1 sıfır gedər. 736 ilə 736 gedər. Qalar sürətimiz 20. Bizdən nəyi soruşurdu? Kinetik enerji. Kinetik enerji də bərabərdir. mv kvadratı bölünsün 2 bərabərdir. Buranı təmizləyim, buradan yazım. Kinetik enerji bərabərdir. Kütləmiz 2000 kiloqram. Sürətimizi tapdıq 20 kvadratı 400 bölünsün 2. Bundan da bu gedər. Qalar 200. Bu dedər 400.000. Yəni 400 1, 2, 3, 4, 5 birini də verək 0,4 megajoule. 3, 5 birini də verək 10 üstü 6 megajoule 10 üstü 6 deməkdir. Yəni 0,4'ü 10 üstü 6'ya vuranda bu cavab alınmalıdır. Və yaxud da belə də yaza bilərdik. 400 kilojoule və yaxud da 0,4 megajoule. Necə istəyirsiniz elə də yaza bilərsiniz. Megajoule-la, eləcə joule-la da yaza bilərik. Nə deyir bizə? Havasız mühitdə müəyyən hündürlükdən sərbəst buraxılan cismin potensial enerjisi 10 joule azalırsa, kinetik enerjisi nə qədər dəyişər? Baxaq. Enerjinin saxlanma qanununa görə deyirik ki, havasız mühitdə sistemin tam mexaniki enerjisi sabit qalır. Yəni, tam mexaniki enerji potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Və bizə deyir ki, potensial enerjisi 10 joule azalıbsa və bizim tam mexaniki enerjimizin də sabit qalması üçün bizim bu zaman kinetik enerjimiz 10 joule artmalıdır ki, cəmimiz sabit qalsın. Bax, havasız mühit nə deməkdir? Müqavimət qüvvəsinin nəzərə alınmadığında. Müqavimət qüvvəsi nəzərə alınmırsa, bizim tam mexaniki enerjimiz sabit qalmalıdır. Əgər biri azalıbsa, digəri artmalıdır ki, cəm sabit qalsın. Gələk 6-cı suala. Yayda müəyyən yük asdıqda o, delta x qədər dağıtılır və potensial enerjisi y-yə bərabər olur. Birinciyə əlavə olaraq bu yaydan bərabər kütləli ikinci yük asdıqda onun uzanması və potensial enerjisi nəyə bərabər olar? Baxaq. Bizim potensial enerjimiz deyir y-yə bərabərdir və bu y-də kx kvadratı k delta x kvadratı bölünsün 2-yə bərabərdir. Və biz qüvvəmizin f bərabərdir kx olduğundan, k delta x olduğundan, f'imiz də mg bərabərdir k delta x olduğundan, bizim kütləmizi 2 dəfə əvvəl m idi deyək, sonra olub 2. Yəni nə görürəm? Mənim kütləm 2 dəfə artıb. Kütləm 2 dəfə artırsa, mən yayı dəyişmirəm, sərtliyim dəyişmir, jem dəyişmirsə, deməli uzanmam 2 dəfə artmalıdır. Uzanmam 2 dəfə artmalıdır. Yəni bu halda İkinci halda potensial enerjim bərabər olar. K delta x desə olur 2 delta x kvadratı bölünsün 2. Və nəticədə bu da bizə 4k delta x kvadratı bölünmüş 2-ni vermiş olur. Mən əvvəl kx kvadratı bölünsün 2-yə y demişəmsə,
onda bax kx kvadratı bölünmüş ki y-dirsə, bunu yerinə y yazsam, bu zaman olur 4y. Yəni bizə nə deyirdi? Potensial enerji nəyə bərabər olar? 4y-yə bərabər olar. Bunu hardan bildik? Kütlə ilə əlaqələndirdik. Kütləni 2 dəfə artırdı. Deməli, qüvvə 2 dəfə artdı. Qüvvə 2 dəfə artdısa, deməli, uzanmam da 2 dəfə artmış oldu. Sonra B-yə baxaq. Yayın potensial enerjisi və uzanması məlum olarsa, elastiklik qüvvəsini necə müəyyən etmək olar? Yayın potensial enerjisi və uzanması məlumdursa. Deməli, Y potensial enerji bərabərdir. Bax, uzun uzadı yazıram. Kx kvadratı bölünsün 2-dir. Yəni, bizə demək istəyir ki, sərtlik məlum deyil. Yalnızca uzanma və qüvvə lazımdır bizə. Biz də dedik, qüvvənin yerinə kx yaza bilərik. Buradan k-nı tapsaq, k bizə lazım deyil çünki. K-nı tapsaq, olur f bölünsün x. Aparıram burada, bax, yerinə qoyuram. Alıram nə? Potensial enerji bərabərdir. K-nı yerinə yazıram. F bölünsün x. Sonra qalanını yazıram. X kvadratı, məxrəsdə bir 2'miz qalıb. Bu x ilə x-in biri gedir və nəhayətində bizim yeni düsturumuz fx bölünsün 2 olar. Cavabınızı əsaslandırın, elə əsaslandırdım. Yəni, qüvvə ilə potensial enerjinin düsturlarını birləşdirdim və bizə yeni bir düstur fx bölünsün 2. Yəni, yayın potensial enerjisi və uzanma lazımdır. Potensial enerjisi, uzanma və qüvvə. Hər üçünü deyirdi ki, istifadə olunsun, istifadə olundu. 7-ci suala baxaq. Leyla ölçüləri və kütlələri bərabər olan iki kürəni müxtəlif hündürlükdən sərbəst buraxır. Ölçüləri və kütlələri bərabərdir deyir. O daha yüksəkdən düşən kürənin qumda digərindən daha çox batdığını müşahidə edir. Səncə bunun səbəbi nədir? Biz dedik ki, cisim kütlədən yerə dəymə sürəti kütlədən asılı deyil. Yəni, kütlələri bərabərdir, kütlədən asılı deyil. Sadəcə olaraq hündürlükdən hansının hündürlüyü daha çoxdursa, onun enerjisi daha çoxdur. Və beləliklə enerjisi daha çox, daha böyük sürətlə yerə dəymə deməkdir. Yəni, biz dedik axı, potensial enerji kinetik enerjiyə çevrilməlidir. Hansının potensialı daha çoxdursa, elə kinetiki də daha çox olur yerə dəyən anda. Ona görə, bax, bu ikinci şəkil yerə daha çox batıb birinciyə nisbətən. Səbəbini yəni izah elədim. Kürələr sərbəst buraxıldığından quma batıb dayanana qədər hansı enerji çevrilmələri baş verir? Əlimdən sərbəst buraxıram. Sərbəst buraxıramsa mənim kinetik enerjim yoxdur, sıfıra bərabər olur. Çünki sürətim sıfırdır, sərbəst buraxmışam. Deməli, mənim yuxarıda bir potensial enerjim var. Və bu yerə dəyib çatanda mənim artıq kinetik enerjiyə çevrilmiş olur. Potensial enerji kinetik enerjiyə çevrilmiş olur. Nəhayət sonuncu sual, 8-ci suala baxırıq. Mali müstəvi üzərində sərbəst buraxılan arabacıq müəyyən məsafəyə getdikdən sonra dayanır. Arabacıq sərbəst buraxılmazdan əvvəl hansı enerjiyə malikdir? Sərbəst buraxılmazdan əvvəl, bax, müəyyən bir hündürlüyə qaldırıblar da bu arabanı. Yəni, potensial enerjiyə malikdir. Arabacıq mali müstəvi boyunca aşağıya doğru hərəkət etdikdə hansı enerji çevrilmələri baş verir? Potensial enerji gəlir, kinetik enerjiyə çevrilir və dayanır deyir. Yəni, gəlib, axırda burada müəyyən bir kinetik enerjiyə çevrilir. Niyə arabacıq üfüqi səthdə bir müddət hərəkət etdikdən sonra dayanır? Axı, bu hərəkət zamanı bu bir enerjiyə malik olur. Gəlir və burada bir sürət yığmış olur. Və bu sürət nəticəsində müəyyən bir məsafə qət edib dayanmış olur. Ona görə bu zaman hansı enerji çevrilməsi baş verir? Yenə deyirəm, burada sürtünmə, bu niyə dayanır uşaqlar? Yəqin ki, bax, aşağıda verəcək. Bu niyə dayanıb? Müəyyən bir səthdə sürtünmə qüvvəsi nəticəsində biz bunun artıq burada bir kinetik enerjiyə malik olduğunu bildik və dayanır. Dayanırsa bu kinetik enerji sürtünmə nəticəsində və müəyyən bir müddətdən sonra burada dayanmış olur.
Axırıncı suala baxıram. Üfüqi hissəyə biraz qum səpdikdə arabacıq daha tez, yoxsa daha gec dayanır? Yəni sürtünməni artırdıqda, belə deyək də, mən qum tökürəmsə bura, əvvəl arabacıq burada dayanırdısa, artıq burada dayanmış olur. Niyə? Sürtünmə daha çoxdur. Sürtünmə elə bil sanki onun sürətini azaldır, onun sürətinə mane olur. Biz də dedik sürtünmə qüvvəsi hərəkətin əksinə yönəlir. Yəni burada qum səpdikdə daha tez dayanmış olar. Bu qədər uşaqlar izahımız bu günlük. Səsimə görə üzrlə hesab eləyin. Hələ səsim düzəlməyib. Amma məcburam çəkəm, çünki uşaqlar məndən gözləyir. Oldu, hələlik, sağ olun.